Hə, nənə. Hədiyyələri Xoş təqdim elə. gəlmisən. Çox sağ ol, təşəkkür edirəm. Həmişə siz gələsiniz. Sağ olun. İnşallah ki bundan da yəni elə dostluq istəyirəm ki, qapımı açacaq qədər dostluq istəyirəm. Evimin qapısını hər adama açıram. İnşallah Allah qismət eləsin. Təki xoş günlərinizə gəlin. Yəni həqiqətən mən hər adama evimin qapısını açmıram. Açanda da eləsini açıram ki, baxır kimə. Neyniyək? Birinci kimdən başlayırsan? Birinci səndən başlamaq istəyirəm. Aha. Nənəm o mənə nə alıbdı? Nənəm mənə nə alıbdı? Göstər bakayım. Can, mən ağlam. Ağlamıram, həqiqətən. Ulaşma. Yox, yox. O qüdrətin səsini qoyacağım üstünə. Ne demirsiniz Leyliler? Ne demirsiniz Leyliler? Onu qoyacağım. Nənə. Bana niye demezsiniz ki Lenin ölür? Can, neçə aylardır mən yolumu gözləyirdin sən Allah? Neçə? Ağlamaq mənə nöqsan. Yaxşı, özün etiraf elə, mən deməyim. Neçə Nə? vaxt idi mən yolumu gözləyirdin ki, bu hədiyyəni mənə verəsən? Efendim çok gözlüydüm. Aha, Bu sizindir. aha. Balaca da olsa böyük bir ürəklə gətirmişəm. Təşəkkür ederim. Açım mı, açmayayım mı? Bəli, Məsləhət balaca- bilirsən, el aləm içinə çıxılasıdır, yoxsa? Balaca hədiyyəni böyük bizdə, yəni. Ay, Böyük çox ürəklə gətirilmişəm. İndi bunun hansı mənimdir? İkisi də. İkisi də. Aa. İkisi də sizindir. Ay çox sağ ol. Açım yoxsa sonra açaq? Videoda Fərq görsədək. etməz. Bu nədir belə? Bu nədir? Nə bilim? Çox mən də baxım da bir. Mənə alsın da. Çox sağ ol. Təşəkkür edirəm babuşka. Təşəkkür Sevməz. ederim. Ay nə qəşəng. Oo, çox sağ ol. Qoy görüm düz Təşəkkür gedir edirəm. sənə. Düzdür mü? Hə, düzdür. Düzdür mü? Ay çox sağ ol. Çox Düz, sağ ol. düz, Təşəkkür düz. edirəm. Parfum. Parfum özdə Yasemin etri. Hə. Yəni bilir də Yasemin çiçəyini çox sevirəm. O da sizindir. Bu da ki, xahiş edirəm bunun təqdimatını özünüz eləyin xanım. Bu deməli bunu tutun bir zəhmət olmasa. Aha. Hə, sən belə- Təəssüflər olsun ki, orada çəkilməyibdi bu proses. Yəni nənəmin mənə aldığı digər hədiyyəni istəyirəm indi bu cür şəkildə göstərim. Çünki orada yaddan çıxıb həyəcandan çəkilməyibdi bu yer. Bildiyiniz kimi nənəm mənə həmişə ömrüm deyə müraciət edir. Hər kəs də bilir onun və ona uyğun olaraq mənə bir krujka zakaz elətdirib ki, ömürlük yadigar qalsın. Baxın, ömrüm. Çox qəşəng kreativ bir stəkandır. Düşünürəm ki, bu hər dəfə nənəmi xatırladacaq mənə. Burada da deyirəm, bəxtim xəbər verir. Camada bozo deyir, camada sevgilisi deyir, mənə də nənəm deyir də. Yəni indi baxın da dostlar, yəni nə deyim? Nə deyim taleyin hökmünə? Başqa da bir söz yazılıb, dahi onu abrımdan göstərmirəm. O da qalsın, özümüzə özəl qalsın. Digər tərəfini göstərməyim. Bu cür göstərdim. Çox sağ ol Maço nənə. Nə qədər ilan olsan da bir yerdə yaxşısan həm də. Ona görə diqqətin üçün təşəkkür edirəm. Çox sağ ol.